Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları Aviaşirkətinin J2-82-43 nömrəli Bakı-Qrozno reysini yerinə yetirən Embraer 190 təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Reallıq TV xəbər verir ki, təyyarənin qəza öncəsi yeni videosunda pilotların mücadiləsi əksini tapıb. Pilotlar təyyarəni oturtmaq üçün sona qədər mübarizə aparıblar, bir neçə dəfə təkrar havaya qalxmağa da nail olublar. Ancaq bu cəhdlər nəticə verməyib və təyyarə sahilə qanadı üstə düşüb. Qeyd edək ki, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilir. İndiyə qədər 28 nəfərin sağ qaldığı və xəstəxanaya yerləşdirildiyi məlumatı yayılıb.